Allah saxlasın. Çox sağ ol Yalçın. Allah da sənin balanı qorusun inşallah. Mənim gələcəyimdir bunlar. Neçə yaşı var? 14 yaşlıdır, Ceyhunumdur. Ceyhun deyəndə çox, ümumiyyətlə Ceyhun görmək istəyənlər çox idi. Ki, yoldaşın adını qoyub, çünki yoldaşım da Ceyhundur axı. Həmin bu Ceyhunu çox arzulayırdılar. Bu da Ceyhun. Bu da Yusifimdir. Gələcəyin müğənnisi. Bunu hazırlayıram. Mamanın ifalarını qulaq asırsanmı? Bəli, arada bir. Hansı O mənim mahnılarımı bəyənmir. Uşağın Ağşalı. Bir çox mahnıları və sair bir mahnıları sevirəm. Yaxşı, mamada bəyənmədiyin xüsusiyyət hansıdır? Bəyənmədim xüsusiyyət yox. Adı demirdim, çünki mənə tez əsəbləşirsən sən. Hə, əsəbləşməyi. Balaca, sən necəsin? Gəl görüm bura. Gəl görüm. Allah saxlasın. Sən mamanın hansı ifalarını bəyənirsən? Qızım, Ağşalı, su bayığı. Aha, subaylıq. Dərslərinizi yaxşı oxuyursunuz yoxsa? Hə. Ən çox nəyə yaxşı oxuyursunuz? Elə bir Maşallah olsun. Maşallah günü. Səsləri var oxuyublar. Balacanı hazırlayıram. Oxuya bilərsən bəlkə bir balaca oxu. Yollarına gül düzeyim seni gitme. Al canımı yıllarına vereyim gitme. Çox sağ ol. Afərin. Maşallah gələcəyin bir ifaçısı da böyüyür. Oxuya Sabahovanın evində. Bəli, yetişdirirəm mən. Həqiqətən istəyirəm Yalçın. Məcbur eləmirəm. Deyirəm amma mən ifaçı olacağam. Ceyhun yox. Ceyhun ümumiyyətlə yaxın durmur. Hətta onun imkanı olsa mən deyirəm amma oxuma da. Amma yavaş-yavaş müğənnini hazırlaşdırırsan. O öz istəyindəndir. Amma mən də istəyirəm. Gördüm, elə balaca vaxtdan həvəsi var. Yaxşı mahnılara müraciət edir. İnan, onun balaca vaxt yatanda Alim Qasımov mahnılarına yatırdı. Bax, inanın səmiyyətinə, Səxavətim, rəhmətlik, onların mahnılarına yatırdı. Dedim ki, bu uşaqda nəsə var. Səxavət Məmmədov mahnısında bir bu boyda uşağın onu yatmağı özü böyük bir şeydir. Yəni ona görə dedim onda, yox, bunu verirəm ki, deyirəm amma məni şouna qatmada xahiş edirəm.